xeyir gətirir, şər də şər gətirir. Xeyrin sonu var, şərin sonu yoxdur. Yaxşı mənada sonu var da. Yalnız xeyir yolu ilə gedən, doğruluq yolu ilə gedən, dürüstlük yolu ilə gedən, gözəllik yolu ilə gedən insanlar xoşbaxt olurlar və bir nəsibləri olur. Konfutsi deyirdi, mən ömrü boyu buz üstündə yeriyirmiş kimi yeridim. Hər çırtıltıya qulaq asırdım. Ayağımın altı boşdur, yoxsa möhkəmdir. Yəni hiss olunur ki, bu adam da təcrübi yolla gəlib həqiqətə çatıbdır. Sizə bir şey deyim. Allah'a inan mövzusu da değil ha. İnsanların çoxsu Allah'a inanır. Amma insanlar həqiqətə inanmırlar. Xeyrə inanmırlar. İnanmırlar ki, doğruluq yolu ilə getsələr xoşbaxt ola bilərlər. Əsil inan budur. Əsil inan, mən də Allah'a inanıram, özü də rüşvət alır. Onun nəyə yaxşıdır ki? Onun nəyə inandı ki? Sən gərək xeyrin bərəkətinə inanasan, şərin də təhlükəsinə inanasan. Onda başa düşəcəksən ki, bu xeyir və şərin Allahı var arxasında.